Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah ve ba'd. Ben birinci salamlayıram. Hamınızı Allah'a salamıyla. Sonra təbrik edirəm qardaşımızın gözəl məclisini. Həmçinin özünü təbrik edirəm. Valideynlərini təbrik edirəm. Allah Teala onun üçün xeyirli, bərəkətli eləsin. Və övladı da onun üçün xeyirli, bərəkətli olsun. Övlad böyük neymətdir. Övlad Allah Teala'nın insana verdiyi bir zinətdir. Hansı ki, insan onu gördükcə gözü nurlanır, qəlbi sakitləşir. Lakin övladın da salih olması lazımdır. Salih övlad yetişdirmək üçün, salih övlad böyütmək üçün müsəlman çalışmalıdır, insan çalışmalıdır. Övlad birinci yaxşıdır. Sonra ola bilər ki, elə zərərlər verir ki, insan peşman olur. Necə bəzi insanlar görürsünüz ki, onlar nə qədər zərər çəkirlər övladlarından, əziyyət çəkirlər. Ona görə tərbiyəsinə fikir ver. Övlad tərbiyəsi mühümdür. Övlad doğuldu, dünyaya gəldi. Gözəldir, yaxşıdır. Amma sonra fikirləş ki, böyüyəndə sənə müşkül şeylər yaşatmasın. Ona görə övlad valideyn üçün həm xeyir ola bilər, həm də zərər. Çalışmaq lazımdır ki, xeyirli, tərbiyəli, əxlaqlı və nizamlı, intizamlı övladlar böyütmək. Bacardığın qədər. Təbii ki, hər şey Allahın əlindədir. Sən dua elə və səbəbləri götür. Təbii ki, insan Allah tərəfindən böyük neymətlərlə neymətlənib. Allah insana çoxlu neymətlər verir. Neymətlər çoxdur. Biz onu saysaq, saya bilmərik. Necə Allah özü xəbər verib ki, saysaq, saya bilmərsiniz. Burada bu ayədə bir meydan oxumaq var. Siz Allahın neymətlərini saymağa qalxsanız, saya bilmərsiniz. Burada bir meydan oxumaq var. Bu ayə dəlildir ki, birinci biz saya bilmərik, ikinci çoxdur. Neymətləri çoxdur Allah. İnsan qüdrətindən xaricdir Allahın neymətlərini saymaq. Lakin insan şükür eləməlidir Allahın verdiğim bütün neymətlərə görə. Hansı ki, sənə şükrünü verə bilmirik. Hansı ki, biz ona o neymətlərə görə sənə tərif, sənə edə bilmirik. O şeylərə görə də sənə şükür edirik. Ümumən belə şükür edirsən ki, hətta o şükrü əhatə edə biləsən. Yoxsa tək mümkün deyil. İnsan mümkün deyil eləsin. Bu göstərir ki, Allah böyük əta sahibidir və insan isə o ətanın, o verilən neymətin şükrünü əda etməkdə acizdir. Lakin Allah Teala insandan az bir şükür olsa, yenə qəbul edir. Yenə qəbul edir və onu şükür edənlərdən sayır. Ona görə şükür et, həm dilinlə, həm qəlbinlə. Dilinlə etiraf elə ki, Allah verib hamısın. Qəlbinlə içində etiqad et ki, qəlbində etiqad et ki, bunlar hamısını Allahdandır. Və əməlində də şükür et, o neyməti Allah sevən şeylərdə, Allah razı qalan şeylərdə sərf elə. Bu əsl şükürdür. Ona görə Allah deyir ki, qalilun min ibadiyyə şəkur, qullarımın azı şükür edir, belə şükür. Yoxsa belə hamısı şükür Allaha. Əslində ayənin zahiri ilə cəmaatın əməli düz gəlmir. Əslində ayə belə olmalıdır ki, insanların çoxsu şükür edir. Çünki kim edirsən deyir şükür Allah. Amma niyə? Allah deyir, qalilun min ibadiyyə şəkur, qullarımın azı şükür edir. Çünki bu cür şükür, hansı ki o dildə olur, qəlbdə olur və əməldədir. Və bir ki, ən böyük neymətlərdən biri də insana verilən ağıldır. Ağıl neymətdir. Allah Teala qullarına ağıl verib, ağıl neyməti. Təbii ki, ağıl barədə açıq aydın bir hədis yoxdur. Lakin ayələr var nə qədər ağlınız kəsmirmi? Ağla işarə edib Allah Teala. Ağıl insan üçün ən böyük neymətlərdən biridir. İnsan ağlını itirsə dəlidir.
və dəlidirsə artıq mükəlləf deyil. Qələm ondan qalxıb. Ağıl həmçinin təmizdir, yəni ayırır pisi yaxşıdan. Ağıl ayırır böyüyü kiçikdən, qadını kişidən, uşağı böyüdən. Bunlar hamısı insan ağlı ilə idarə edir. Yəni, bu ağıl da içsə, artıq insan həlak məsləkinə düşür və elə hərəkətlər eləyə bilər ki, qıraqdan baxanlar görə bilər. Ağlın olmamağına görə. Ona görə ağıl böyük nemətdir. Səhl ibn Səd radiyallahu anhu necə alimlər bu hədisi rəvayət ediblər. Şeyx Əlban rahimehullah səhih deyib bu hədisə. İmam Hakim rəvayət edib, həmçinin Tabarani. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, həqiqətən də Allah gözəl əxlaqı sevir və səfsəfəni sevmir. Yəni boş-boş danışığı və səfehliyi, ağlı güngüllüyü. Allah gözəl əxlaqı sevir və səfsəfəni sevmir. Səfsəfə yəni səfehlik. Yəni insan görürsən elə hərəkətlər edir ki, elə sözlər danışır ki, baxırsan səfehdir. Ağlı güngüldür. Ona görə az danışmaq və düzgün sözlər danışmaq, yerində danışmaq, yerində gülmək, yerində ağlamaq. Bunlar hamısı ağlın üstünlüyünə, ağlın mövcudluğuna işarədir. Yersiz danışmaq, yersiz gülmək, yersiz güldürmək, yersiz ağlamaq və s. Bunlar hamısı ağlın zəifliyinə işarədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnnallaha yuhibbu məkariməl əxlaq. Allah əxlaqın hörmətli olanını sevir. Yəni gözəl əxlaq, gözəl əməli, gözəl əxlaqı sevir. Və yakrahu səfsəhəhə. Yəni fəyakrahu səfsəfəhə. Yəni səfehliyini isə yəni səfeh əxlaqı isə sevmir. Və təbii ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü rəğbətdir insanlara. Yəni artıq şeylərdən, artıq kəlamlardan, artıq hərəkətlərdən uzaq düşsünlər. Və alimlər deyir ki, burada Allah Teala gözəl əxlaqı sevir və onun səfehliyini və səfsəfəsini qəbul eləmir. Yəni alimlər deyir ki, burada söhbət ağıldan gedir. Burada söhbət ağıldan gedir. Ağıl insan üçün verilən paydır. Və ən gözəl maldır və ən əfsəl bir maldır. Və ağıl kasıblığı aparır. Ağıllı adam kasıb olmaz. Ağlın düzgün istifadə edən, ağlın düzgün işlədən, lazım yerlərdə lazım qərar verən, istər ticarətində, istər məişətində, yaşayışında, istər həyatında şəxsi, istər özü ilə və başqası ilə bağlı məsələlərdə ağıllı olan heç vaxt kasıb olmaz, fəqir olmaz. Və həmçinin ağıllı adam tək olanda da tək qalmaz. Və təklik belə onun üçün ünsiyyət yeri olar. Yəni ağlın işlədər o momentdə, o məqamda. Ağıllıdır çünki. Və həmçinin o ən gözəl maldır, necə alimlər deyir. Ən gözəl maldır. Və alimlər buyurur ki, və la yetimmu dinu əhədin həttə yetimmu aqluhu. Bir insanın ağlı, dini tamamlanmaz, hətta ağlı tamamlanmadıqca. Bir insan dini kamilləşməz, hətta ağlı kamilləşməyincə. Ona görə ağıl, yəni doğru şeyləri təyin eləmək üçün vasitədir və pis şeylərdən çəkinmək üçün vasitədir. Həmçinin bir kişinin yəni birinci görəndə adlandırılması üçün olan bir vasitədir. Yəni məsələn bir insanı gördün, görsən ki, düz oturdu, düz danışdı, düz davranış elədi, ona deyirsən ki, məsələn əxlaqlıdır. Yəni birinci ad, ona birinci gələn ad insanın ağlından irəli gəlir. Görsən gəlir, məsəl üçün geyimi, keçimi normaldır. Hələ danışır, hələ hərəkət edirsən, bu səfehdir. Yəni birinci ad ona ağlından gəlir. Ağlına görə qoyulur. Və həmçinin deyirlər ağıllıdır və ya ədəblidir və ya düzgündür. Necə ki, görürsən bəzilərini hərəkət edir, elə şeylər danışır, deyirsən şeytandır. Bu adam şeytandır, bu adam iblisdir və bu adam yəni
Yani insanları azdırandır. Və s. və ilə axır. Və deyirlər ifritdir. Yəni səfehdir yəni. Ağıl düzgün istifadə olunmur. Ağıldan düzgün istifadə olunmur ona görə. Və şək yox ki, alimlər ağıl barədə soruşulublar. Məsələn, İbn Mübarəkdən, rahiməhullahdan Həbib el-Xəllal deyir ki, Abdullah İbn Mübarəkə deyildi ki, Mə xeyru mə utiyər rəcul. Kişinin ən gözəl əta olunduğu, verildiyi neymət nədir? Bir kişiyə verilən ən yaxşı şey nədir? Dedi ki, Qarizatul aqlin, yəni ağıl, yəni güclü ağıl. Dedilər ki, qilə fə in ləm yakun, birdən o olmasa, yəni birdən adam ağıllı deyil, o qədər də ağıllı deyil, olmasa, qalə ədəbun həsən, gözəl ədəb. Gözəl ədəb. Qilə fə in ləm yakun, dedilər ki, birdən o da olmasa, qalə əxun salihun yestəşiruhu, salih qardaşı o ilə müşavirə edir. Yəni özündə ola bilər ağıl çox güclü deyil və əxlaq da o qədər güclü deyil, lakin yaxşı, salih, ağıllı, ədəbli yanında bir qardaşı var. Bir şey olanda ondan istişarə edir. O. Qilə fə in ləm yakun, dedi birdən o da olmasa, İbn Mübarək dedilər, dedi ki, fə in ləm yakun, birdən olmasa, qalə samtun tavil, sakit dursun. Yəni danışmasın, nə bir şey, çox vaxt sakit dursun. Qilə fə in ləm yakun, dedilər, bəs olmasa, dedi ki, mavtun acil, yəni tez ölüm. Yəni artıq yəni, o səfəhlik eləyəcək və dağıdacaq, fəsad eləyəcək və insanlar zərər çəkəcək onun əlindən. Ona görə İbn Mübarəkdən Həbib Xəllal soruşanda ki, Cəlləl daha doğrusu, Həbib Cəlləl daha doğrusu soruşanda ki, nə idi insana verilən ən böyük neymət? Deyir, ağıl. Deyir, olmasa, deyir, ədəb. Deyir, yaxşı, o da olmasa, deyir, salih dost. Deyir, yaxşı, o da olmasa, deyir, sakit dursun. Deyir, yaxşı, o da olmasa, işte, mavtun acil, yəni təcili ölüm. Ona görə məsələ mühümdür insanın ağlını düzgün istifadə eləməsi. Və təbii ki, ağıl iki növdür. Yəni, var ağıl sonradan öyrənilir insan, var insan təbiətlə, yəni təbiətində ağıllı olması. Hər ikisi faydalıdır. Lakin insanda birinci olmasa, ikinci çətindir. Yəni, insanın öz fitrətində ağıl olmasa, sonra onu ora qoymaq olmur. Amma var, sonra inkişaf elətdirə bilər onu. Sonra inkişaf elətdirər onu. Ona görə İbn Amir deyir ki, atadan soruşdum ki, İbn Əbi Rabahdən, Həsən İbn Abbasın tələbələrindən sayılır. Dedim ki, ey Abdullah, ey Abdullah atası, yəni qula ən verilmiş şey nədir? Ən gözəl verilən şey, neymət nədir? Dedi ki, Allahdan olan ağıl, yəni Allah ona ağıl verməsi. Və təbii ki, yəni, necə alimlər deyir ki, ağıl bəzi səbəblərlə qazanılır insan. Onlardan biri gəzmək, yer üzərini gəzmək, görmək. İnsan bəzən bəzi şeyləri görür və ağlı artır, ağlı çoxalır. Bəzi şeyləri başa düşür düzgün. Bəzən insan var ki, düzgün başa düşmür, gedir başqa yerə başa düşür, ağıllanır. Məsələn, görürsən, öz ölkəsini pisləyir, ağlı dardır, ağlı yüngüldür. Gedir başqa yerləri görür, deyir, şükür Allah'a, mənə ölkəmdə yaxşıdır. Və gedir başqa yerdə insanların yaşayışını görür, gəlir, deyir, əlhəmdülillah, mən nə yaxşı yerdə yaşayıram, ağlı düzəlir. Ona görə alimlər deyir ki, ağılı artıran səbəblərdən biri nədir? Əsas, səbəblər hansı ki, o köməkçidir, vasitədir, təqallübül fil əmsar. Yəni, ölkələri gəzmək. Mənim üçün buyurur ki, Allahın yaratdıqlarında düşünmək, Allahın yaratdıqlarına baxmaq insanın ağılını artırır. Allah təala buyurur ki, "İnnə fî xalqis semâvâti vel ardı və ixtilâfil leyli ven nehâr leâyâtin liulil albâb."
ulul absar. Həqiqətən də yerlərin və göylərin yaradılışında ağıl sahibləri, bəşirət sahibləri üçün ibrət var. Yerlərin və göylərin yaradılışında. İnsan baxsa səmalara, dağlara, bunlar hamısı idarə elə Allahdır. Yəni insan ağlı artır, insanın imanı artır. Amma yoxsa əşi, hələ insanlar var, hələ baxır ki, elə bir ki, belə də olmalıdır, hər şey belə. Yox, bu həqiqətən də insanın ağlına xitab edən böyük bir yaradılışdır, xəlqdir, xilqət, Allahın yaratdığı. Və yəni hətta malı olmasa belə ağlı varsa o insan varlı sayılır. Hətta yəni malı olmasa, mülkü olmasa o insan ağıllıdır və o malı mülk tapacaq. Necə Abdurrahman ibn Af radiyallahu anh Məkkədən Mədinəyə hicrət edəndə Peyğəmbər s.ə.v onun Mədinədə sahabələrdən birinə, ənsarlardan birinə qardaş eləyir və o qardaşı deyir ki, ona gəl ticarətimin yarısını verim sənə. 2 dükkanın var, birini verim sənə. Deyir, yox, mənə ticarətin yolunu göstər. Yəni, yerini göstər daha doğrusu. Yəni, bazarın yerini göstər. Narahat olma, mən özüm bilirəm ticarət. Gəlir və ticarət edir və ən zəngin sahabələrdə olur. Çünki ağlı var idi. Ona pul lazım deyil. Ona görə səfihə pul vermək məsələn. Səfihə pul vermək və səfih sənə pulu dağıtsa, sonra sən əli basıb ona bəddua eləsən, Allah qəbul eləməyəcək. Necə hədisdə gəlir. Peyğəmbər s.ə.v deyir ki, Allah malını səfihə verənin və səfih də onun malını dağıdır. Təbii ki, səfih də ağlı yüngüldür, çox da ağıllı deyil. Aparıb onun malını dağıtsa, yəni yesə, sonra o adam əlinə atır ki, mən məzlumam, mən üçün Allahım onu məsəl üçün belə də Allah qəbul eləməyəcək. Çünki ağıllı naqisə verib pulunu. Malını Allah, duasını Allah qəbul eləməyəcək. Çünki ağıllı naqislə müamilə edək. Və ağıllı naqislə müamilə eləmək, ağıllı naqislidir. Və həmçinin Əbu Hatim Rahimallah buyurur ki, ağıl qəlbin dərmanıdır. Görsən ki, yəni, ağıl qəlbdədir. Təbii ki, ixtilafdır, ağıl hardadır. Yəni, Quran və sünnə işarə edir ki, ağıl qəlbdədir. Və buyurur ki, ağıl qəlbin dəvasıdır və çalışanların da əsas götürdüyü şeydir. Yəni, çalışqanların da əsas işlətdiyi şeydir. Və axirət üçün əkilən tarlada ən çox istifadə olunan şeydir. Axirət üçün əkilən tarlada ən çox istifadə olunan şeydir. Və buyurur ki, ağıl elə bir şeydir ki, o olmasa, nə sultanın izzəti, sultan olması ona ağıl verməz, əgər ağlı yoxdursa, nə də malı, mülkü olanın malı, mülkü ona ağıl verməz. Və təbii ki, ağıl, deyirlər ki, ağıl onu, yəni kimin ağlı yoxdursa, qafil qalıbsa, ağlın nə olmasından o, yəni, dünya ləzzətini tapa bilməyəcək. Ağıldan məhrum olan insan dünya ləzzətini tapa bilməyəcək. Çünki bəzi insanlar, onlar ki, dünyanın ləzzətini haramlarla görürlər, onlar ağılda biraz naqislik var. Amma dünyanın ləzzətini ağılla çıxarmaq lazımdır. Allah bu çayları, bu təbiəti, bu gözəllikləri elə bizim üçün yaradır. Ağılla istifadə olundan, suyundan, dənizindən, çayından, ağacından, bitkisindən istifadə elə. O gəlib orada içib, özünü aparmayıb, yıxılıb orada qalmaq üçün deyil. O nə üçündür? Necə İbn-i Qeym Rahimallah buyurur ki, insanın qəlbi təbiətdə rahatlanır. Yəni, Allah Teala insanlara cənnətdə təbiətlə, yəni cənnəti insanlar üçün təbiətlə vəsf edir. Və buyurur ki, orada ağaclar altında çaylar axır, meyvələr var. Və buyurur ki, cahilliyin ən birinci, yəni ən əsas ipi və həmçinin kasıbçılığın ən əsas ipi ağlın olmamağıdır. Ağlın olmamağıdır. Ağıl böyük neymətdir. Və təbii ki, buyurur ki, ağılla hava, insan havası, nəfsi, istəkləri, yəni birbirlərinə əhd bağlayıblar. Yəni, ağıl havaya tabi olsa heç nə. Amma hava, insan havası ağılına tabi olsa, yəni ağlı onu idarə eləsə, onda inşallah nicat. Çünki
havan, nəfsin səni idarə eləsə, ağlın tezək. Amma yox, sən onu idarə eləsən, ağlınla bu olar, bu olmaz, bu düzdür, bu səhvdir. Ondan inşallah ki, sən nicat tapa bilərsən. Təbii ki, bu barədə çoxlu, yəni, rivayətlər var, lakin bir-ikisini qeyd edək və onunla bitirək. Məsələn, Muaviyə ibn Əbi Sufyan deyir ki, bir kişi ərəblərdən çoxlu ömür yaşamışdı, yəni yaşı uzun, həyat sürmüşdü. Və dedim ki, ona mənə ən gözəl gördüyün şey barədə xəbər ver. Və təbii ki, qardaşlar, yaşlıların verdiyi cavabla cavanların verdiyi cavab bir deyil. Yəni, gedib yaşlılardan sorsan ki, həyatda ən yaxşı şey nədir? Sən elə cavab verə bilər ki, sənin üçün. Sən onun içindəsən, sənin də xəbərin yox. Deyə bilər ki, elə sən olduğun şey, hansı ki, sən onu indi bu dəqiqə eləyirsən. Sən də başqa şey fikirləşsən bəlkə də. Aydındır. Ona görə cavanın verdiyi cavabla yaşlının verdiyi cavab arasında böyük fərq var. Və deyir ki, gördüm bir dənə kişi uzun ömürlü ərəblərdən idi. Dedim ki, əxbirni bi əhsəni şeyin rəaytəhu. Ən gözəl gördüyün şey barədə mənə xəbər ver. Qalə dedi ki, aqlun tayyibun bihi muru'ə. Yəni, gözəl ağıl. Hansı ki, onunla insan əməllərini düzəldir. Mə təqvallah və tələb əl-əxirə. Lakin bu ağılla yanaşı Allahdan qorxmaq və axirəti tələb eləmək. Yəni, axirəti istəmək. Təbii ki, sonra Malik gətirir ki, yəni ağılın ən əfsəli, insanda ən əfsəli daim özünü hesab edən ağıldır. Ona görə də ən yaxşı müdür və ən yaxşı iş sahibi həmişə mühasibə edəndir. Görsün, çıxarı nədir, gəliri nədir. Biraz hesabatı gec aparsa, ola bilər, uzmaya gedir, xəbəri yox. Amma tez vaxtında eləsə mühasib ki, ağıllıdır. O bir dənə hesab edin, görüm nə qədərdir. Bəlkə də əslində hesabın vaxtı deyil. Lakin qafil olmasın deyənə, qəflətdə olmasın deyənə ağıllıdır. Bəli, ağıl böyük neymətdir və buyurur ki, rahiməhullah, və deyir ki, ağılın olmağı ilə qəlblər yaşayır. Yəni, ağılın varlığı ilə qəlblər yaşayır. Necə ki, elmdən yuxular yozulur. Necə yuxular yaşadılır, insan bir yuxu görür, gəlir hansısa bir peyğəmbərin yanına, mesela Yusuf'un yanına, Muhammed sallallahu aleyhi ve sellem'in yanına və ya İbrahim aleyhisselam yuxu görür, gəlir danışır. O yuxu ilə yaşayış oldu. O yuxu yaşandı. Hadisələr baş verdi. Və deyir, ağıl da qəlbdə olanda qəlb belə yaşayır. Yəni, necə yuxuları elm yaşadır. Təbii ki, bu bir müqayisədir. Və buyurur şu, saadətin dirəyi ağıldır. Və ağılın da, yəni mayası, əsası seçimdir. Yəni, seçimin olması sənin ağlığın üstünlüğüdür. Yəni, bir şey və dar bir şeyin içində deyilsən. Sənə ağıl verib və sən seçimlər qoyub. Onu istəyirsən, yoxsa bunu istəyirsən, bu mu? Və sən ağıllısan, seçirsən ən yaxşısını. Aydındır? Buyurur ki, ağıl, yəni ağılın, rasul aql, yəni ağılın başı, əsası, özəyi, əl-ixtiyar, seçimin olmasıdır. Allahu akbar. İbn Əbu Hatim rahimallah buyurur ki, وَلَوْ سُوِّرَ الْعَقْلِ سُورَةً Əgər ağıl bir şəkil və ya təsvir halında təsvir olunsaydı, لَأَظْلَمَتْ مِنْهُ الشَّمْسُ لِنُورِهِ Və günəş deyir, onun nurundan sönər. Təbii ki, bu biraz şişirdilmiş bir mübaliğadır, bənzətmədir. Lakin, ağlı mühümdür. Təbii ki, bu Əbu Hatim rahimallahın böyle alim olub, onun kitabından oxuyuruq bizim də. Ravdatul Uqala, ağıllıların baxçası. Ağıllıların baxçası çox gözəl kitabdır və alimlər nəsihət edir bu kitabı oxumağa. Düzdür, içində zəif şeylər də var. Lakin tövsiyə və nəsihət və moizə yönündə çox, fənnində yazılmış çox gözəl bir kitabdır və oradan bəzi şeylər qardaşdan oxuyuruq. Və buyurur ki, rahimallah, ağıllının xeyrinin tez gəlib ona çatması ən ümid olunan şeydir. Yəni, ağıllı birisinin xeyrin ona çatmasının çox tez bir zamanda olması ən çox ümid olunan şeydir ki, yəni ağılla görüb işi inşallah. Tez bir zamanda cavabı çıxacaq.
yaxşıya inşallah. Və buyurur ki, rahimehullah, nə deyir ki, necə ki, cahil nə deyir, işte, qorxu var ki, Allah görəsən bunun axırı necə olacaq. Və təbii ki, qardaşlar, bu oxsaq çox olacaq, lakin inşallah bəs edir bu qədər. İnşallah gələn görüşlərdə ya sizlə, ya başqa yerdə fərqi yoxdur. Harda Allah nəsib eləsə, orada hərdən nəsib olsa, bəzi şeyləri belə xatırlamaq. Bu bir neymətdir ağıl bizə. Əlhəmdülillah, biz də ağlımızı istifadə edib, məclisimizi İslam'a, Allahın istəyinə və Peyğəmbərin sünnətinə uyğun elədik. Bizdə başqa cür eləmə ixtiyarımız da vardı. Fiziki və maddi imkanımız da var. Lakin biz onu ağlımızla yönəltdik nəyə? Düzə. Və əlhəmdülillah, heç bir peşmançılıq yoxdur və sevinirik. Xoşdur bizim üçün, çünki biz ağlımızı düzgün istifadə edirik. Bəli. Allah razı olsun. Allah kömək olsun. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.